Qanunvericiliyə əsasən saxta profillər vasitəsilə hüquqa zidd əməllər törədən şəxslər 2000 manata dək miqdarda cərimələnə bilərlər. Həmçinin belə saxta hesablar yaradaraq sosial şəbəkələrdə təşvişlər yaratmaq və bir çox hallarda xanımlara lüzumsuz tanışlıq üçün müraciət edənlərin də sayı az deyil. Bəs belə şəxslər məsuliyyətə cəlb edilirmi? Bundan başqa saxta rəqəmsal materialların yayılması hüquqi və cinayət məsuliyyəti yarada bilər. Əslində, saxta profil yaratmaq özlüyündə hər hansı bir hüquq pozuntusu deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsinin şəxsi toxunulmazlıq hüququ ilə bağlı, əgər hər hansı bir yayımlanma, paylaşılma olarsa və mənimsənilib bunu hər hansı bir pis əməllə, cinayət tərkibi xarakterli əməllərlə istifadə olunarsa, bu zaman artıq 1 ilə qədər islah işləri 1000 manatdan 2000 manata qədər cərimə tətbiq edilə bilər. Hər hansı bir təzminatla bağlı da mübahisə açmaq mümkündür. Məsələnin texniki tərəfləri də var, yəni sübutların toplanması, profillərin saxta olub-olmaması, hansı cihazdan və ya ölkədən açılması, idarə olunması kimi. Mütəxəssislər deyirlər ki, saxta profillər təkcə təhqir üçün deyil, həm də şəxsi məlumatların ələ keçirilməsi məqsədi ilə yaradılır. Vətəndaşlar bilməlidirlər ki, əgərləri onlara hər hansı bir saxta profildən müraciət olunarsa, bu isti-isti həll olunmalıdır. Çünki o profillər bağlana bilər və o məlumatları itirə bilərlər. Çünki saxta profillər çox sürətli şəkildə bağlanır və yeni saxta profillər açılır. Bu istiqamətdə həm aidiyyatlı sosial şəbəkələrin özü bununla mübarizə aparır. Müxtəlif sosial şəbəkə hesablarınıza saxta profillərdən gələn mesajları və ya linkləri açmamaq tövsiyə edilir. Hədə-qorxu, şantaj və digər bu kimi hallarla üzləşdikdə isə mütləq şəkildə müvafiq qurumlara müraciət etməyiniz məsləhət görülür. Nigar Babayeva, Sədrəddin Mirzəyev, Telesəhər.